Salam. Deməli biz baxırıq bu gün Xəlil Əhmədlinin test toplusundan. Sınaq 24-də ümumi sınaqdır. Azərbaycan 3 və 16-cı əsrləri əhatə edir bu sınaq. Yəni daha doğrusu feodalizm dövrünün əsas hissəsini əhatə edir bu sınaq 16-cı əsrə qədər. Deyir ki, Monqolların Azərbaycana ikinci yürüşü ərəfəsində. Ərəfəsində nə deməkdir? Yəni yürüş olmamışdan biraz əvvəl ərəfəsində Şirvanşahlar dövlətini istəyir özdə. Səlcuq dövlətinə tabe olaraq xərac ödəyirdi. Səlcuqlara Şirvanşahlar tabe olublar 1066-cı ildə, Fərəbürzün dövründə və elə 11-ci əsrin sonlarında da asılıqdan çıxırlar. Hansı ki Məlikşah ölür. Deməli, Səlcuq dövlətində Məlikşahın hakimiyyəti illəri biz bilirik ki, ən güclü dövr idi də. Amma 1092-ci ildə Məlikşah hakimiyyətə gedəndən sonra 11-ci əsrin sonlarıdır artıq. Artıq yavaş-yavaş Şirvanşahlar müstəqil olmağa başlayır deyirik o dövrdə. Bu deməli Monqolların ikinci yürüşü ərəfəsi ola bilməz. Məziyyədlər sülaləsi tərəfindən bu dövrdə idarə olunmur. Məziyyədlər 861 1027-ci ilə qədərdir. 1027-ci ildən 1027-dən 1382-ci ilə qədər deməli Kəsranilərin dövrüdür. Bu Kəsranilər dövrünə aiddir. Ümumiyyətlə Monqolların ikinci yürüşü olub 1231-də başlayıb 39-da daxil olmaqla Monqolların yürüşüdür. İkinci yürüşüdür. 39-da Monqollar Azərbaycanı işğal edəcək ikinci yürüş zamanı. Slavyanların işğalı ilə əlaqədar olaraq deyir paytaxt Şamaxıdan Bakıya. Bakıya köçürülmüşdü paytaxt 1192-ci ildə. Amma bu Slavyanların bura heç bir aidiyyəti yoxdur. Burada zəlzələyə görə köçmüşlər. Şamaxıdan Bakıya Axıstan köçmüşdü. Ərəfəsi ola bilərdi, amma burada C variantı özü səhvdir. Xarəzmşahlardan asılı idi. Cavab budur. Çünki Monqolların ikinci yürüşündən əvvəl 1225-ci ildə Azərbaycana Xarəzmşah Cəlaləddin yürüş eləyir. 25-31-ci illərdə də Xarəzmşah Cəlaləddin dövrüdür Azərbaycanda. Cavab D variantıdır ona görə. Hülakülər dövlətinə qarşı ola bilməz. Çünki Hülakülər dövləti hələ Monqolların 3-cü yürüşündə yaranacaq. Sonra ikinci suala baxaq. Məhəmməd Cahan Pəhləvan Atabəy hökmdarıdır. Atabəylərin deməli ikinci hökmdarıdır. Eldənizdən sonra hakimiyyətə gəlir 1175 1175-1186-cı illərdə hakimiyyətdə olub. 86-cı illərdə hakimiyyətdə olub. Deməli, Həmədan döyüşündə deyir Səlcuq hərbi qüvvələri məğlub edildi. Ümumiyyətlə Atabəylər dövlətində 2 dənə Həmədan döyüşü var. Bunlardan biri 1190-cı ildir. Bir də 1197-ci il Həmədan döyüşləridir. 90 düşür Qızıl Arslana. 97 düşür Əbubəkirə. 90-da Qızıl Arslan 3-cü Toğrulu məğlub eləyir. Yəni İraq Səlcuq sultanı və 91-də də onun sultan adını götürüb yəni sultan elan edir özünü. 90-da Həmədan döyüşü, 91 sultan titulu almasıdır. 97 Həmədan döyüşü isə Əbubəkirlə Xarəzmşahlar arasındadır. Deməli A variantı getdi. Həmədandan Təbrizə ola bilməz, Naxçıvandan Həmədana olmalı idi, B-də getdi. Cavab D variantıdır yəqin ki, bacarıqsız sərkərdə və məmurlar vəzifələrindən kənarlaşdırıldı. İqtanı məhdudlaşdırmayıb, əksinə Atabəylər iqta paylayıblar. Gürcülərin Aniyə və Eldənizlərin tabeliyi altında olan ərazilərə iddialarına son qoyuldu. Bu da Eldənizin dövründə olub. Çünki Məhəmmədi göndərmişdi Eldəniz 1175-ci ildə. Burada diqqətli olaq. 1175-ci ildir. Amma atası Eldənizin dövrüdür hələ. Məhəmmədi göndərmişdi yürüşə, Gürcüstana. Və Gürcülərin deməli iddialarına son qoyulur, əl çəkirlər iddialarından bir müddətlik. Amma yenə deyirəm, Məhəmməd Cahan Pəhləvanın dövrü deyil hələ. Cavab D variantıdır ona görə. Sonra Qaraqoyunluların qalib gəldiyi döyüşlərdən deyil. Qaraqoyunlular qalib gəlməsin. Baxaq. Samur 1160 1100 deyirəm, bağışlayın, 1460 Samur döyüşü Qaraqoyunlular var, görürük. Qaraqoyunlu dövləti olub 1410-dan 1468-ə qədər. Elə Samur döyüşündə də Qaraqoyunlular Şirvanşahlarla birlikdə Ərdəbil hakimi olan deməli Cüneydi məğlub eləyirlər. Şeyx Cüneydi qalib gəlib burada. Amma qalib gəlməyənlər istəyir. Qalib gələnləri seçək. Sərdurud döyüşündə Qaraqoyunlular qalib gəliblər.
Bir dəqiqə. 1408-ci ildir. Qaraqoyunlular deməli 1408-ci ildə Teymuriləri məğlub eləmişdilər. Bunu da seçirik. Yəni qalib gəlir. Şahdağ döyüşü Qaraqoyunlulara düşmür. Şahdağ döyüşü Ağqoyunlularla yenə Ərdəbil, digər bir Ərdəbil hakimi olan Şeyx Heydər arasındadır. Cavab 3 olacaq. Əsəd döyüşündə də Qaraqoyunlular qalib gəlib. Sərduruddan sonra Əsəd döyüşü də baş verir. Sərdurudda Teymuriləri məğlub eləyir Qara Yusif. Əsəd döyüşündə də Cəlariləri və elə dövləti yaradır Əsəd döyüşündən sonra 1410-cu ildə. Bağdadda isə Qaraqoyunlular məğlub olmuşlar. Bağdadda Qaraqoyunlular var, amma bu hələ yəni əvvəlki dövrüdür, dövlətdən əvvəldir. 1394. Orada Teymura məğlub olmuşdular. Qara Yusiflə Sultan Əhməd məğlub olur. 1394-cü ildə olub, amma Qaraqoyunlular orada məğlub olur. Cavab 3 ilə 5-dir. Cavab C variantıdır. Buna baxaq. Bu da maraqlı sualdır. Həm 15-ci əsr istəyir. 15 olsun, buna da fikir veririk. Burada Ağqoyunlu istəyir, burada da Qaraqoyunlu. Baxaq, dövlət olsun özdə. İkisi də dövləti sözünə də fikir veririk. Çünki bu dövlətlərdən əvvəl fəaliyyətləri var. Dövlətlərdən əvvəl o tayfa birliyi olaraq fəaliyyətləri var. Deməli, Şərur döyüşündə məğlub. Görək birinci olub, Səfəvilərə olub. Dövləti idimi? Bəli, təbii ki, Səfəvilər dövlət deyil idi, amma Ağqoyunlular dövlət idi. İndi baxırıq görək 15-ci əsrdir. 1501-ci il olduğuna görə 15-ci əsr deyil. Deməli, çıxırıq, A getdi. Qaradənizə çıxışı itirilməsi. 1461-ci ildə Ağqoyunlularla dövlət yaranmamışdan qabaqdır bu hadisədə. Ona görə B-ni də çıxırıq. Ağqoyunlularla Osmanlılar arasında mübarizə var idi. Deməli, o zaman Osmanlıda Fatih Sultan Mehmetin dövrü idi. Burada da Uzun Həsənin, amma hökmdar deyil, tayfa birliyinin başçısı idi. Qaradənizə çıxışı itirir, çünki Trabzonu itirir 1461-ci ildə Qoylisar döyüşündən sonra. Aha. Venesiya ilə müqavilə təbii ki var. 1472 Venesiya ilə hətta hərbi müqavilə, hərbi ittifaqa girmişdi Osmanlıya qarşı. C-ni götürürük. İndi bu tərəfə baxırıq. Şirvanşahlar dövlətini tabe eləyib Qaraqoyunlular 1412-ci il Kür döyüşündə. Baxırıq ki, bəli, dövlətə aiddir. Dövlət yaranıb onda. A-nı götürək. Bayaq dedik ki, Bağdad döyüşü 1394-dür, B getdi. Osmanlılarla dostluq əlaqələrini Qaraqoyunlular saxlayıblar. Qaraqoyunlu ümumiyyətlə Osmanlı ilə yaxşı olub. Dostluq əlaqələri də olub. Əsasən də Cahanşahın dövründə vurğulayırıq ki, elə Mehmetin özü ilə dostluq əlaqələri var idi. C-ni də götürürük. Cavab olacaq 1C, 2AC. Cavab D variantıdır. 5-ə baxaq. Deməli deyir ki, 9-14-cü əsr memarlıq abidəsi olmasın. Baxaq, bir dənə yaxınlaşdırım. 9-14 olmasın. Bakıda sınıq qala. Əzbərçilikdir biraz, 11-ci əsrdir. 11-dir, aiddir bu. Təbrizdə Göy məscid. 15-ci əsrdir, cavab elə yəqin ki, budur. Baxaq yenə də. Olcaydı Xudabəndə. Bu Hülaki dövlətinin hökmdarıdır. Hülakilər dövlətinə də aiddir. 13-14-cü əsr memarlıq abidəsidir. Urmiyada 3 günbəz, Marağada Göy günbəz, Culfada Sərdabələr. Bunlar Naxçıvan memarlıq üslubu əsasında deyirik olan bir abidələrdir və Naxçıvan memarlıq məktəbi də 12-ci əsr Memar Əcəminin memarlıq məktəbidir. 12-dir deməli. Şamaxıda Sündü məscidi də Əbu Tahirin dövrüdür. 920-ci ildir, 10-cu əsr. 918 Əbu Tahir paytaxtı Şamaxıya köçürür. Şirvanşahlar dövlətində. 920-də də Sündü məscididir. Cavab oldu 15-ci əsr olan B variantı. B-dir cavab. Kəsranilər sülaləsinin hakimiyyəti dövründə baş verməyən. Kəsranilər bir dənə ilin yazaq yenə. 1027, 1382. Olmasın bu dövrdə deyir. Baxaq. İlin bilmədən də bu sualı tapmaq olar. Məsələn, Məziyyədilər ya da Dərbəndlərə aid bir cümlə görsək, yəni onu da götürə bilərik. Yenə də baxırıq. Monqolların 3-cü yürüşünə məruz qalıb. 1300, yəni Hülakilər dövlətinə tabe olub. 1200, daha doğrusu 58-də deyək də o dövrdə. D getdi. Olmayan deyir. Xarəzmşah Cəlaləddinin Azərbaycanı işğal etməsi 1225-31-ci illərdə. Bu da var. Şirvanşah Kəsranlərə aiddir. Azərbaycanın Səlcuq imperiyasının tərkibinə daxil olması 1066. Bu da var. Cəlairi Şeyx Üveysin Şirvanşah dövlətini özünə tabe etməsi. Aha.
Bir də ki, mən elə bildim ancaq Şirvanşahlara aiddir. Yox, Şirvanşahlardan başqa bir hadisə də verilib burada. Yəni ancaq Şirvanşahları axtarmırıq. Biz axtarırıq, yəni bu illərdə olmasın hadisə. Cəlairi Şeyx Üveysin Şirvanşahlar dövlətinin özünə tabe etməsi. Deməli, Üveys kim idi? Cəlairi hökmdarı idi. Cəlairilər ümumiyyətlə daha doğrusu Cəlairilər dövləti Hülakülər dövləti süqut eləyəndən sonra gəlib Azərbaycanı işğal edirlər 1359-cu ildə. Şirvanşahları tabe etməsi 67-dir, bu da düşür 1367. Bir dənə qaldı Y variantı. Çünki Toxtamışın hücumu 1385-də başlayıb Azərbaycana. Ona görə də cavab Y variantıdır. Toxtamış, Teymurun hücumları var 80-ci illərdə, amma 82-də Moskvaya idi Toxtamışın yürüşü, 85-də Azərbaycana idi. 7-ci sual bax, oxşar cəhət istəyir. Ktesifondan Cərmidan. Ərəblər qalib gəldilər, ola bilər. Yoxdur elə cavab. Ərəblərin məğlub olması yox. Mehranilərin hakimiyyəti dövründə olsun deyir. Mehranilərə baxaq, 630-da gəlib də Mehranilər 705-ə qədər. Cərmidan 643. Ktesifon 637 düşür. Elə cavab B variantı. Mehranilərin hakimiyyəti dövründə baş verir. 8-ci əsr deyil, Xəzərlilər qalib gəlib, Ərəblər qalib gəlib. Sasanilərlə deyil, Ktesifon Sasanilərlə olsa da Cərmidan Cənubi Azərbaycan mərzbanı olan İsfəndiyarladır. 8-ə baxaq. Sultan Süleymanın birinci yürüşünün nəticəsi. Sultan Süleymanın Azərbaycanın 4 dənə yürüşü olub. Birinci yürüş 1534-dür. Nəticəsinə baxaq. Bu biraz əzbərçilikdir əslində. Şərqi Anadolu Səfəvilər tərəfindən geri qaytarıldı. Şərqi Anadolu Səfəvilər tərəfindən geri qaytarılması belə bir şey. Şərqi Anadolunun deməli itirilməsi var. Çaldıran döyüşündə Şərqi Anadolu Osmanlılara keçir. Yox, bu nəticəsi deyil, yəni 1534-də belə bir şey yoxdur. Bir dənə orada deyirik ki, Süleyman geri qayıdarkən, düzdür, Təbrizi ələ keçirir, amma Təbrizi əlində saxlaya bilmir, amma geri qayıdarkən Ərəb İraqını Bağdada ələ keçirir. Cavab Bağdad və Ərəb İraqı Osmanlılar tərəfindən ələ keçirildi. Cavab B variantıdır elə. O birilərə məncə baxmağa heç dəymir, çünki Qəzvin, Səfəvlərin paytaxtı hələ Qəzvin deyil idi, heç Təbriz idi, 55-dən sonra Qəzvin olacaq. Qarşısı Sultaniyə şəhərində alındı. Bu ikincidir, 35-dir. İkinci yürüşüdür, 1535. Bax, onu da əzbərləmək lazımdır. Əlqas Mirzənin qiyam qaldırmasına şərait yaratdı. Deməli, Əlqas Mirzə 3-cü yürüşü təşkil eləyir 48-də. Yəni, o da 3-cü yürüşə aiddir. Sonra 9-a baxaq. Səfəvilər dövləti Ağqoyunlu dövlətindən fərqli olaraq. Deməli, Səfəvini istəyir bizdən. Ağqoyunluda da olmasın. Baxaq. Əhalinin ödədiyi əsas vergi mal cəhətdir. Soyurqal ikisində də var. Soyurqal Səfəvləri ləğv eləmirlər. Soyurqalı Səfəvilər saxlayırlar dərvişlərdən. Bu Moğolla Səfəvlərin oxşar cəhətidir. Soyurqalın mahiyyəti, soyurqal hər ikisində var və əsasən dərvişlərdən alınır. Maliyyə məsələlərinə vəzir. Yenə ikisində də var Ağqoyunlu Səfəvdə. Şəhərləri Kələntər idarə etməsi Ağqoyunluda. Bir dəqiqə. Ağqoyunludadır. Daha doğrusu Ağqoyunluda ancaq Səfəvlərdə var. D variantıdır cavab. Ordunun əsasını xassiyə əskərləri təşkil edirdi. Yox, əksinə Ağqoyunlulardadır, Səfəvlərdə yoxdur. Şəhərləri Kələntər Səfəvlərdədir. Digərlərin dediyi ki, oxşar cəhətdir. Hamısı oxşardır. Y isə Ağqoyunluların xüsusiyyətidir. Sonra 13 suala baxaq. 13-cü əsrdə Qızıl Ordu xanlarının Azərbaycana yürüşlərinin başlanmasına səbəb oldu. Bu asandır, elə cümləni heç testə baxmadan da tapmaq olar ki, Qızıl Ordu xanlarının yürüşünün səbəbi Hülakülər oldu. Hülakü dövləti yaranandan sonra Azərbaycanda 3-cü Monqol yürüşündən sonra Qızıl Ordu Azərbaycanın Hülakülərin olmasını qəbul etmək istəmirdi və Azərbaycan uğrunda mübarizə başlayır. Cavab D variantıdır. Azərbaycanlının İlxanilərin hakimiyyəti altında olması. Sonra 14-cü əsrin ikinci yarısını istəyir bizdən. Deyil. İkinci yarısı olanlara baxaq hələ birinci. Deməli, Cəlalilər dövlətinin Şirvanşahları özünə tabe etməsi. Bayaq dedim, 1367. İkinci yarısıdır. Bu ikinci yarısıdır. Qızıl Ordu qüvvələrinin Hülakü Əbu Səid tərəfində məğlub edilməsi. Hülakü Əbu Səid əvvəl idarə edə bilmirdi. Əmir Çoban onun adına idarə edirdi. Sonra amma
Qızıl Ordu qüvvələrini məğlub eləyib. Bu amma 14-cü əsrin birinci yarısıdır. Ona görə cavab elə 2-ni götürəcəyik. Şirvanşahlar dövlətinin Teymurilərdən asıllığını qəbul etməsi. Şirvanşah Teymurilərdən elə Teymurun birinci yürüşündəcə Şirvanşah İbrahim 1380-ci illərdə də, yəni 80-ci illərdə gedir 80-lər. Deməli, ikinci yarısıdır. Götürmürük. Hülakülər dövləti ilə Qızıl Ordu arasında Azərbaycan uğrunda mübarizə elə yadımızda saxlayırıq ki, Hülakülər yaranan kimi başlayıb. Yəni 1200-lərə getdi, çıxdı bu. 4-ü də götürəcəyik. Təbrizin Cəlalilər dövlətinin mərkəzinə çevrilməsi. Elə Cəlalilər Təbrizi tutanda, yəni o ki Hülakülər süqut elədi, Cəlalilər tutdu da Təbrizi 1359 deyək. Bəli, ikinci yarısıdır bu da. Cavab oldu 2-dən 4. D variantı. Sonra 12-yə baxaq. Düzgün verilmişdir deyir hadisə nəticə. Hülakülər dövləti meydana gəldi. Yarlıq verilməyə başladı. Yarlıq. Onsuz da elə Monqollar Azərbaycanı ki tutdular 1239-cu ildə dedik də, işğala başa çatdırmışlar ikinci yürüşdə. Elə bundan sonra yarlıq var. Yarlıq paylayırdılar. Yəni burada daha doğrusu yarlıq verirdilər ki, bu ərazini hansısa bir feodal, yəni hansısa bir öz malikanəsini idarə eləyə bilər. Yəni bu səhvdir. Hülakülərdən sonra olmayıb. Amasya Şərqi Gürcüstan Osmanlılarda yox, Səfəvilərdə, Qərbi Gürcüstan Osmanlılarda qaldı. Ağqoyunlu dövlətinin yaranması soyurqal meydana gəldi. Yox, Qaraqoyunluda da var idi axı soyurqal. Getdi. Beyşəhirdə Osmanlılar qalib gəldilər, düzdür. 4 dənə döyüş yadımızda saxlayırıq. Qoyluhisar, Malatya, Qoyluhisar, Beyşəhir, Malatya, Otluqbel. Qoyluhisarda Ağqoyunlu, Beyşəhirdə Osmanlı, Malatyada Ağqoyunlu, Otluqbeldə Osmanlı qalib gəlib. İsmailin Şəki hakimliyini tabe etməsi ilə Şəki hakimliyi daxili müstəqilini saxladı, düzdür. İsmail Şirvanşahları da Şəkini də tabe eləyir, amma daxilləri qalırdı. Süquta uğradacaq isə bunları tamamilə həm Şirvanşahları, həm Şəkini Təhmasib. Şəkinin süqutu 1551 Təhmasibə girib çıxır. O vaxta qədər daxili müstəqilliyi qalırdı. Ağqoyunlu hökmdarı Sultan Yaqub Padşahın fəaliyyətinə aid deyil. Yaqub Uzun Həsəndən sonra hakimiyyətə gələn Ağqoyunlu hökmdarıdır. Osmanlı ilə dostluq, bəli. Uzun Həsən Osmanlı ilə düşmən, amma oğlu Yaqub Osmanlı ilə dost, düzdür bu. Samur döyüşündə Yaqub ola bilməz. Samur döyüşündə bayaq dedik ki, Qaraqoyunluya düşür, 1460-a düşür. Samur döyüşündə Cahanşahın dövrüdür, yəni Qaraqoyunlulardadır bu. Şirvanşah dövləti ilə qohumluq əlaqələrinin saxlanması. Cavab B-dir elə. Cavab B-dir, çünki bu dediyim kimi 1460-cı ildir. Digərləri var. Baxaq yenə də Şirvanşah ilə qohumluq əlaqələri də saxlayırdı. Şirvanşahlarla birlikdə Səfəvlərə qarşı 1488-ci ildə Heydərə qarşı vuruşmuşdu. Şahdağ döyüşündə Ərdəbil hakimlərinin elə mülklərini də müsadirə eləmişdi. 14-ə baxaq. Azərbaycan 15-ci əsr ictimai-siyasi vəziyyəti üçün uyğunluq gözlənmişdir. Baxaq. Müsəlman olmayanlar can vergisi cizyə verirdilər, bəli. Can vergisi cizyə var idi bu dövrdə də. Soyurqal torpaq mülkiyyət forması meydana gəlmişdi 15-də. Qeysəriyyə bazarı inşa edilmişdi. Gözlənilmişdir. Düzləri istəyir. Elə 1, 2, 3 olacaq yəqin ki. Baxaq. Malcəhət deyir torpağın sahəsinə görə alınırdı. Yox, belə bir şey yoxdur. Malcəhət deyir məhsulun neçəsə hissəsi idi də, yəni ya 6-da 1, ya 5-də 1 tutaq ki, hissəsi idi. Torpağın sahəsinə görə alınmırdı. Torpağın sahəsinə görə alınması Sasanilərdə olub, bir də Abbasilərdə olub. Dərbənd limana çevrildi. Başlıca liman şəhərinə daha doğrusu çevrildi. Səhvdir, Bakı çevrildi olmalı idi. Cavab 1, 2, 3 də A variantı. A'dır cavab. Daha sonra baş vermişdir. Baxaq, Monqollar Gəncə şəhərini işğal etdilər. 1235. Birincidə tutamamışlar, ikincidə tutdular, 35-də tutdular. Atabəy Özbəyin Gürcü çarlığı ilə Monqollara qarşı ittifaq yaratması. Bu da Monqolların birinci yürüşü zamanı olub. Deməli, hələ ki daha əvvəl budur. Atabəy Özbəy onsuz Monqolların birinci yürüşünə ancaq məruz qalıb da, Atabəylər biz bilirik. Sonra Xaricimşah Cəlaləddin deyirsə, yenə Atabəy Özbəy daha əvvəldir B. Hülakülər
onsuz da 3-cü yürüşdür. Biz hələ də B-ni saxlayırıq 1-ci yürüş olaraq. Qızıl Orduda lap sonradır. Canı bəyin hücumu isə Hülakülərdən də sonra olduğuna görə cavab B variantı. Ay, bağışlayın, daha sonranı istəyirmiş. Elə cavab onda baxdıq indi də. Cavab daha sonra olan təbii ki Qızıl Ordu xanı Canı bəyin Azərbaycana yürüşüdür. Çünki Canı bəy Hülakülərdən də sonra gəlib. Deməli belə deyək də, 2-ci yürüş, 1-ci yürüş, 1 ilə 2-nin ortasındadır Xaricə Cələddin. 3-cü yürüş, bu isə Hülakülərdən sonra olduğuna görə Y variantıdır. Sonranı istəyir. Mətnə əsasən düzgün nəticəni müəyyən edin. Şəki hakimi Dərviş Məhəmməd Şirvanda qiyam qaldırmış Əlqas Mirzəni müdafiə etməsi, onun öldürülməsi ilə yekunlaşdı. Bu Şəki hakimliyinin sonudur. Bayaq dediyimiz 1551-də Şəki hakimliyinə son qoyulur. Çünki o deyir Əlqas Mirzəni müdafiə eləmişdi. Bu bəhanə ilə Təhmasib ora ordu göndərir. Təbii ki nə olur? Şəki hakimliyi ləğv edilir və bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi prosesi başa çatdırıldı. Cavab budur. Şəkinin tabi olunması ilə bu olur. Vahid dövlətdə bütün Azərbaycan torpaqları birləşdirilir. Aha, 17. Ağqoyunlu dövləti 15-ci əsrin 90-cı illəri. Qarışıq dövrüdür. 90-cı illərdə hakimiyyət tez-tez dəyişilir. Baxaq, elə hakimiyyət uğrunda döyüşlər var. Bəli, Bərdə döyüşü var, Naxçıvan döyüşü var. Moskva knyazlığının elçilərinin qəbul edilməsi. Moskva knyazlığı 70-ci illərdə olub. 3-cü İvan getdi. Şərqi Gürcistan Ağqoyunluya birləşdirildi. Bu da 70-lərdə Uzun Həsən dövrüdür hər ikisi. 2-lə 3 çıxdı. 1-i götürürük. Yaqub Padşah tərəfindən Şahdağ döyüşü deyirsə 80-ci illərdə axı bu da getdi. Cavab bir dənə qaldı 5. Deməli cavab 1-5-dir. Rüstəm Padşah rəqibi Baysunqura qarşı Səfəvi qüvvələrindən bəli əvvəl istifadə edir Sultan Əlidən, amma sonra ona qarşı çıxır və onu öldürür. Şəməsi döyüşündə. Sonra 18-ə baxaq. Xilafət dövrü idarə etmə və iqtisadi siyasətinə aiddir. Maraqlı. Mülki idarəçilik amilin əlində. Yox, amilin əlində. Amil sadəcə vergi işlərinə baxırdı. Mülki və hərbi idarəçilik əmirin əlindədir. Çaşdırmaq üçün yazıblar. Vəqf torpaqları kəndlilər tərəfindən satın alına bilərdi. Vəqf torpaqları ancaq icarəyə verilə bilir, satın alına bilmir, bağışlana bilmir. 8-in ortalarında Ərəb əmirliyinin mərkəzi Dəbil deyildi. Çünki 8-ci əsrin əvvəllərində o Albaniya ki süqut elədi 705-ci ildən. Paytaxt, daha doğrusu Ərəb əmirliyinin mərkəzi Bərdəyə köçürülmüşdü. Əvvəl Dəbil idi. Əməvilər əhalini siyahıya aldılar. D variantı düzdür. Vergilərin bütün ağırlığı mülk torpaqlarının düşə bilməz. Təbii ki düşür icma torpaqlarının kəndlilərin üzərinə. 19-a baxaq. Bağdad yaxınlığında Qaraqoyunluların məğlubu 1394. Təbriz zəlairlərin olduğu siyasi mərkəzinə çevrildi 1359. Azərbaycana Qızıl Ordu dövlətinin hücumları 1260-lardan başlayır. Usta Bəndər də 1231. Deməli olacaq 4. 3 yoxsa 2 baxaq. 2, 4, daha doğrusu 3, 4, 3, sonra 2, sonra 1. Cavab C variantıdır. 21-ə baxaq. Daha doğrusu 20-yə baxaq. Deyəsən səsim yazılmadı. Bir də deyirəm. 9-11-ci əsrdə mövcud idi. Əvvəl azad kəndlilərə mənsub olan, sonra ərəb feodalının əlinə keçən torpaqlar ilcə hami torpaqlarıdır. Çünki əvvəl azad idilər. Deyir, sonra feodal məcbur oldular bəzi səbəblərdən feodalların himayəsinə keçməyə. Ərəb feodallarının. Onların torpaqları da keçdi ərəblərə olduğu hami torpaqları və ya ilcə torpaqlar. Asılı kəndlilərə də uluclar deyirlər. Uluc, ilcə. Yadda saxlamaq olar 9-11-ci əsr. Uluc kəndlidir, ilcə torpaqdır. Şirvanşah İbrahimlə bağlı Şirvanşah İbrahimlə Teymurlar arasında başlamış Kür döyüşünə aiddir. Bu 1405 Kür döyüşüdür. 12 Kür döyüşü İbrahimlə Qara Yusifdir. 1405 Kür döyüşü İbrahimlə Teymuru Ömər arasındadır. Teymur ölür, Əmir Teymur 1405-ci ildə. Ondan sonra Azərbaycan Ömərə tapşırılır, Ömər idarə eləyir. Amma o döyüşə girirlər onunla. Burada Şirvanşah İbrahimin müttəfiqləri var idi. Ərdəbil hakimliyi, sonra Gürcü Konstantin, Kaxetə çarı Konstantin, Şəki hakimliyi və bir sıra başqa şəhərlərin də hakimlikləri qoşulmuşdular. Burada Teymuriləri məğlub edirlər Öməri və onlar həmin ərazilərdə burada B variantı cavab ki, Şəkidə, Şirvanda Teymuri hakimiyyətinə son qoyuldu. Teymurilərin hakimiyyətini artıq tanımırlar. Sonra
22-yə baxaq. 13-14-cü əsrlərdə siyasi mərkəz olmuşdur. Siyasi mərkəz olmuşdur. Baxaq. Hara ola bilər? 13-14-cü əsrlərdə siyasi mərkəz paytaxt deməkdir. Və yaxud da iqamətgah da ola bilər. Təbii ki, paytaxt Təbrizdir 2. Bir də Hülakilərin digər bir paytaxtın marağı olub. Cavab yəqin ki 1 ilə 2-dir, D variantı. Hülakilərin ilk paytaxtı Təbriz, Marağa, sonra Təbriz. Aha, 23-ə baxaq. Şəddadilər dövlətinin Alanların hücumuna məruz qaldığı dövrdə baş verən digər hadisələr 1062-də da biz bilirik Alanlar. Demək, Alanların yürüşləri 1-3-cü əsrlərdə olub. Alanların yürüşləri 1032-33-də olub. Bir də Alanların yürüşləri 1062-də olub. Rəvvadi əmirliyi. Rəvvadi əmirliyi dövlətdən düz 2 əsr əvvəldir. Dövlət 10-cu əsrdir. 10-cu əsrdir, 981. Rəvvadi əmirliyi 8-ci əsrdir. Getdi bu. Şirvanşah Mənüçöhrün Slavyanlara qarşı mübarizə aparması. Şirvanşah 1-ci Mənüçöhr 1030. Aha, bunu götürə bilərik bu dövrdə. 2. Yusif ibn Əbsas xilafətə xərac göndərməkdən imtina edir 912. Bu məncə getməyəcək. Didqori döyüşü 1121-dir. Gürcülərlə Səlcuqlar. Bu da getdi məncə. Oğuz Səlcuqların Azərbaycana axınının başlaması. Bəli, 1020-ci illər, 1030-cu illər yaza da bilmədim. Cavab 5-dir. 2 ilə 5. 24-ə baxaq. Slavyanların Azərbaycana hücumu ilə bağlı uyğunluq pozulmuşdur, deyir. Baxaq. Bərdədə Salari qoşunlarının məğlub edilməsi. Aha. Var. Bərdə 944-cü ildə Slavyanlar gələndə Salari qoşunların tərkibində idi Bərdə. Düzdür, 940 düzdür. Sonra B-yə baxaq. Şirvanşahların paytaxtında 10.000 adam. Bəli, Şirvanşahların paytaxtına hücum bir neçə dəfə eləyiblər. 1030-da da 1032-33-də Şamaxıya hücum var. 1030-da Mənüçöhr onları qarşılayır. Yəni B variantı da düzdür. Bərdə faciəsi 944 var. Alan və Sərirlərlə birlikdə gəlmişlər ilə 32-33-də. İlk hücumları 10-cu əsrdə yox, 9-cu əsrdədir. Slavyanların ilk hücumları 9-dadır. Ondan isə çoxalır deyirik. Cavab Y variantıdır. 25. Ağqoyunlu feodal hakimliyinə aid deyil. Dövlətdən əvvəl 1468-dən əvvəl Ağqoyunlu feodal hakimliyi olub. Qaradənizə çıxışı bayaq dedik, Qoyuluhisarda itirmişdilər. Qoyuluhisarda qalib gəlsələr də ondan sonra Trabzonu yəni tutur, düzdür. Qaradənizə çıxış itirilir, Osmanlılar tərəfindən tutulur. Sonra Muğanda Əbu Səidin məğlub etməsi, bu dövlətə aiddir. Çünki 1468-də dövlət yarananda, dövlət yaranan kimi Əbu Səidin bura yürüşü var. 68-69 B variantıdır cavab. Diyarbəkirdə pul düzdür. Onların mərkəzi idi feodal hakimliyin. Teymurilərlə yaxınlaşması, Osmanlılara qarşı mübarizə etmək üçün Teymurilərlə yaxınlaşması və Qoyuluhisarı da bayaq dedik, qalib gəlmişdilər, düzdür. 26-ya baxaq tez. Cahanşahla Uzun Həsənin oxşar cəhəti. Maraqlıdır. Teymuri Əbu Səid üzərində qələbə. Bəli, həm Cahanşah var. Cahanşah hakimiyyətin sonlarına yaxın 50-ci illərin sonunda, belə deyək, 1459-cu ildə, 58-ci ildə gedir Teymurilər dövlətinə, paytaxt Herata daxil olur. Orada Əbu Səidin üzərində, yəni qalib gəlir, taxtına oturur hətta. Və bayaq da dedik ki, Cahanşahı biz bilirik də, elə Uzun Həsən Cahanşahı məğlub eləyir Muş döyüşünü. Ondan sonra Uzun Həsən hakimiyyətə gələn kimi bu dəfə Əbu Səid gəlir Ağqoyunlu dövlətinə hücumu var. İkisi də mübarizə aparıb. Hətta qələbə də qazanıblar. Biri götürürük. 60-cı illərdə ikisi də hakimiyyətdədirlər. 67-yə qədər Cahanşah, 68-dən Ağqoyunlu Uzun Həsən gəlib. Vahid Azərbaycan dövləti yaratmaq siyasəti belə bir şey yoxdur. Çünki Cahanşah Şirvanşahlarla dostluq münasibəti olub, elə bir siyasəti yoxdur. Uzun Həsən də Şirvanşahları heç tabe eləməyib. Şirvanşahlar dövləti ilə hərbi ittifaqda da olmayıblar heç biri. Hərbi ittifaq demərik ona. Cahanşahın Şirvanşahlarla əlaqəsi yaxşıdır. Uzun Həsən də, amma hərbi ittifaqda olmayıblar. 27-yə baxaq. Axistan, Fəzl ibn Məhəmməd, Yusif ibn Əbsac. Səlcuq dövlətindən asıllığın qəbul edilməsi. Səlcuq dövlətindən asıllığı Axistan yox. Axistanda var. Bir dəqiqə, Axistan yox.
Yox, Fəribürzün dövründə olub. Səlcuqlarda bayaq dedik ki, asıllıq 1066-cı ildə Fəribürzün dövründədir. Fəzl ibn Məhəmməd, Yusif bunlar heç biri bu ümumiyyətlə A heç birinə getmir. A-nı çıxırıq. Şəddadilərdə Əbləsvar Şavur olub Səlcuqlardan asılı. Sacilər də heç ümumiyyətlə Səlcuqlarla əlaqəsi yoxdur. 9-cu əsrin sonlarında dövlətin əsasını qoyması Axistana aid deyil. Fəzl ibn Məhəmmədə də aid deyil. Heç birinə aid deyil. Heç biri dövlət əsası qoymayıblar. Gürcülərin köməyi ilə Slavyanların hücumlarının qarşısını Axistan alıb. 1175-ci ildə 3-cü Georgi köməyi ilə Slavyanların yürüşlərin qarşısını alır Axistan. Gürcü və Xəzərlərə qarşı mübarizə Fəzl ibn Məhəmməddədir. Fəzl Xəzərlərlə mübarizə aparıb, Gürcülərlə də. Xilafət qoşununu məğlub eləyəndə Yusifdir 917-ci ildə. O xəracı kəsəndən sonra bəli var. 28-ə baxaq. Səhvi istəyir. Azərbaycanda 911-də ən geniş yayılan iqta yox, mülkdür. Bunu belə də yadımıza saxlaya bilərik ki, feodal dövlətlər dövrüdür, dağınıqlıq dövrüdür. Təbii ki, ən geniş yayılan mülk olacaq. Feodalların mülk torpaqları, şəxsi torpaqları. Sonra Cəlaləddin yürüşü zamanı deyir, cənubda Hülakülər dövləti absurddur. Ümumiyyətlə, Cəlaləddin Monqolların hələ ikinci yürüşü heç olmayıb. Hülakülər də üçüncü yürüşdə yaranacaq. Dərbəndililərin varlığına son qoyuldu 1-ci İsmail tərəfindən səhvdir. Bayaq dedik ki, İsmail tabe eləmişdi, amma son qoymamışdı. Son qoyacaq Təhmasib 1538-ci ildə. Hamısı səhvdir. Bunlar üçü də səhvdir elə. 1-2-3-ü seçirik də. Cavab 1-2-3-dür yəqin ki. 1-i seçirik, səhvdir. 2-ni seçirik, səhvdir. 3-ü seçirik, səhvdir. Ağqoyun dövləti süqut etdi tam alma bulağı döyüşündə 1503 ikinci qolunu süqut eləməsidir. Götürürük. Vergi toxunulmazlığına soyurqal malik idi. Çünki Qaraqoyunlu, Ağqoyunlu dövlətləri soyurqal paylayıblar və vergi toxunulmazlığı var idi. Yəni vergi vermirdi sahibi. Ona görə də bu dövlətlər mərkəzləşmiş dövlətə çevrilə bilmədilər. 8-ci əsrin ikinci yarısına aiddir. Tiflis Müsəlman Əmirliyinin meydana gəlməsi. 8-ci əsrin 30-cu illərində meydana gəlib. Ona görə də səhvdir. Ərəb xilafətinə qarşı üsyanlar baş verib 8-ci əsrin ikinci yarısında təbii ki 778 elə Xürrəmlər. Rəvadi Əmirliyinin yaranması 8-ci əsrin ikinci yarısıdır, bayaq dedik. 2-3-dür yəqin ki cavab. Albaniya Ərəb xilafətinə asılığı isə gedir çıxır Cavanşirə. Cavanşir də 660-670-ci illərdə asılılığa qəbul eləmişdi. Cavab 2-lə 3-dür. Üsyanlar var, dedik. Bir də Rəvvadi Əmirliyi 2-lə 3. Bir niyə olmadı? Çünki 30-cu illərdir. 8-ci əsrin 30-cu illərində yaranıb. 9-cu əsrin 60-cı illərində də müstəqil oldu Tiflis Müsəlman Əmirliyi. 30-a da baxaq, xronologiyadır. Arşakların hakimiyyətinə son qoyulması 510. Sonuncu nümayəndə 3-cü Mömin Vaçaqan idi. 510. Albaniya Cavanşir Xəzərlərdən asılılığı 664. Ərəb xilafətinə cənubumuzun tabe olması 643 Zərmədandan sonra. Ərəb Xəzərin başa çatması isə 8-ci əsrin sonlarına qədər davam eləmişdi, bilirik. Aha. 1, 3, 2, 4. 1, 3, 2, 4. Cavab budur.